Avliyaların kəramətini təsdiq eləmək. Avliyaların kəramətini təsdiq eləmək. وَمَا يُجْرِ اللّٰهُ عَلَى اَيْدِيهِمْ مِنْ خَوَارِقِ الْعَادَاتِ فِي أَنْوَاءِ الْعُلُومِ وَالْمُكَاشَفَاتِ وَأَنْوَاءِ الْقُدْرَةِ وَالتَّأْثِيرَاتِ. Allah Teala onların əllərindən adətdən kənar çoxlu elm növləri, bir şeylərin kəşf eləmək, bunları icra edibdir onların əli ilə və müxtəlif növ təsirlər və qüdrətlər Allah Teala onların əli ilə icra edibdir. Necə ki, bu keçmiş ümmətlərdən məsur olmuşdu, gəlmişdi, onlarda baş vermişdi. Məsəl üçün, Əl-Kəhf surəsində keçən Ashab-ül Kəhf, onlar məsəl üçün 309 il onlar Kəhfdə qalmışdılar, yəni bu da kəramətdir, yəni. Həmçində bu ümmətin əvvəlində sahabələr, tabinlər və ümmətin başqa əsrlərində də bu şeylər olmuşdur bu ümmətin. Yəni, qiyamət gününə kimi də bu olacaqdır. Avliyaların kəraməti deyirlər. Əhl-i-Sünnə və Cəmaatın etiqadındandır ki, onların usullarındandır ki, onlar Allahın avliyaların kəramətinin olmasına iman edirlər. Həqiqətən Allahın avliyalarının kəraməti vardır. Ən əzəmətli kəramət də Allah Teala onlar öz avliyalarını kəramətləndiribdir. Ümumi olaraq İslamla və səhih imanla. Yəni, bunlar nədir? Onları kəramətləndiribdir. Həmin o kəramətlərdən Allah Subhanahu Teala onları o kəramətləndirdiyi şeylərdən də elm vermək. Həmçinin o kəramətin növündəndir. Allah Təbarək və Teala salihlərin, Allah salih qullarının əlləri ilə, yəni salih olan kəslərin, qullarından salih olan kəslərin əlləri ilə istər başqa ümmətlərdə olsun, istərsə bu ümmətdə olsun, nə edibdir? Onu icra edibdir. Həmçinin bu kəramətlərdən Allah Subhanahu Teala bizlərə Əhl-i Kəhfi qissəsini xəbər vermişdi. Onlar mağaraya sığınıblar, orada 309 il qalıblar, 309 il. Yəni, diri olaraq qalıblar. Yəni, həmin mağarada. Yəni, bu müddət az bir müddət deyil. Allah Subhanahu Teala onlara bu kəraməti verib, onları ikram edibdir, onları qoruyubdur, vəhşi heyvanlardan, oğrulardan, heç kim onların üstünə gelib düşmüşdür. Hər hansı bir əhtidə, yəni kimsə onlara hücum edər, ziyan vurar, bu şeylərdən Allah Subhanahu Teala onları qoruyubdur. Hətta vaxt gəldikdə, çatdıqda onlar oradan çıxıblar. Muhammed s.ə.v də ümmətində üçün kəramətlər olubdur. Allah Subhanahu Teala onların əlindən onları icra edibdir. İki kişi bir gün Peyğəmbər s.ə.v-in yanından çıxır, qaranlıq bir gecədə. Və idə nurun beynə eydihimə. İkisinin də qarşısında nur olur. Peyğəmbər s.ə.v-in yanından çıxırlar, zülmət bir gecə olur, ikisinin də qarşısında nur olur. Nur şıq da, şıq olur, belə deyək. Hətta onlar bir-birindən ayrılana kimi, o şıq onlarla olur. Fətəfərrəqən nuru məhumə. Yəni, onlar ayrılanda nur ikisindən də ayrılır. Hərəsinin qabağında ayrı olaraq gelir. Yəni, bu da nədir? Kəramətdir. Yəni, bu hədis Buxaridə gəlir. Mənaqibül Ansar kitabındadır. Mənqabəti Useyd ibn Hudeyr və Abbad ibn Bişir. Bu iki dənə nədir? Sahabələr. Və hədə minəl kəramət, bu da kəramətdəndir ki, hansı ki Allah Teala salihlərin əlindən bunu icra edibdir. Bu icra olunubdur bunlar. Əhl-i-Sünnə Cəmaat bu kəramətin baş verməsinə iman edirlər. Lakin li əhl-i iman və əməl salihə, lakin iman əhli, salih əməl əhli üçündür bunlar. Yəni bu kəramətlər. Amma sihirbazlar, münəccimlər, kahinlər, onların əlindən baş verən bu adətlərdən qeyri-adi
kənar bir şey baş verməsi bu fitnədir və imtihandır. Onlar üçün fitnədir və onları təsdiqləyən üçün də fitnədir. Kim ki, onlardan görürsən ki, ilanı əllərində saxlayırlar və yaxud da isti dəmiri oddan çıxarır, əlində saxlayır. Buna oxşar bu şəvəzə olan, şəvəzə yəni ki, insanlara alladıları sehirə oxşar bir şeydir. Edirlər bunu, şeytanların yolunu tutub gedirlər. Onların kəraməti yoxdur. O, şeytanlardan olan bir nədir? Baş verən bir şeydir. Onlara bəli olaraqdır. Yəni, o şeytanlardan baş verən, o şeytanlar edirlər. Onların əlinlə edirlər. Bu, onlar üçün bir bəladır. Kimin də elmdən payı azdırsa da onları təsdiqləyir. Yəni, cahil insanlar, ən çox cahil insanlar edirlər, onları təsdiqləyirlər, doğrulurlar. Onlar üçün də burada bəla vardır. Çünki onlar şeytanın dostlarıdırlar. Şeytan onların əli ilə bu qeyri-adi şeyləri elətdirir. Yaxşı, kəramətlə möcüzənin fərqi nədir? Möcüzə ilə kəramətin fərqi nədir? Möcüzələr peyğəmbərlər üçündür, həmçində kəramətlər peyğəmbərlər üçündür. Möcüzələr təkcə peyğəmbərlər üçündür. Əslində, möcüzə ona görə deyirik ki, alimlər bu sözü işlədiblər. Yəni, ona görə biz möcüzə deyirik. Əslində, peyğəmbərlərdə ayətdir. Məsələn, Musa Aleyhisselamın tisa ayət gəlifdir. Məsələn, Allah'tan o ayəti möcüzə adlandırmayıbdır. Sadəcə alimlər onu möcüzə deyiblər deyə biz də möcüzə deyirik. Kəramət, möcüzələr, yəni ayətlər təkcə peyğəmbərlər üçün olur. Kəramətlər isə həm peyğəmbərlər, həm də avliyalar üçün olur. Allah təala onların əlinə icra edir onu. Yaxşı, kəramətlə möcüzənin arasında olan fərq, möcüzə adətdən kənar olan bir şeydir. Nuqirrunə bitəhəddi. Təhdid eləmək üçün, möcüzə göstərəcəm, amma təhdid eləmək kimi qarşıdakını təhdid edir. Yəni, peyğəmbərlər, məsələn, müşrikləri inatkarlıqlarına görə, onların etirazlarına görə, peyğəmbərin dəvətinə görə onları təhdid edir. Yəni, mən eləyərəm bunu. Eləyir və onları təhdid edir bu şeylə. Amma kəramət isə adətdən kənar olan bir işdir. Yəni, qeyri-adi bir şeydir. Onu hər adam edə bilmir, yəni. Allah təala avliyaların əlindən onu etdirir. Vəlilərindən bir vəlisinin əli ilə edir, onu ikram olaraq həmin kəsə. Yəni, kimə ki, yəni, burada təhəddi olmur. Yəni, edir, amma heç kimi təhdid eləmək yoxdur, yəni. Yəni, kimin üçünsə də bu kəramət açılarsa da, o insan lazımdır ki, xeyri çoxaltsın. Allaha olan inamını daha da gücləndirsin. Və ibadətlərində daha fəal olub, daha da çox fəal olsun və kəramətinlə qürurlanmasın, salih əməldən tənbəlləşməsin, deməsin, əməlində bu kəramət var, salih əməli etməsin. Necə ki, bəzi sufilərdə bu şeylər baş verir. Şeytanlar onların əlinə hər hansı bir şey edirlər, güya mı qalxır, suyun üzündən mi yedir, hətta ibadətləri tərk edirlər buna görə, əuzübillah. Əksinə, insan belə bir şey özündə görsə, bilsə, əksinə daha da çox iştihadını artırmalıdır, ibadətləri daha da çox etməlidir. Liyən Allah təbarəkə və teala yukrimu əvliyəəhu bimə şəə minəl kəramət. Allah təala əvliyalarını kəramətlərdən istədiyini verir. Əvliyalarını kəramətlərdən istədiyini verir. Yəni, insan onunla heç vaxtı allanmamalıdır bu şeyə. Ola bilsin ki, bu kəramət Allahın avliyalarından bir avliya üçün olur, amma bu onu hiss eləmir. Elə insan ola bilər ki, Allahın avliyalarından bir avliyadır. Amma bizlərə aid deyil, yəni ki, subhanallah, Allah təala bizdən o avliyalarından ləsəmaq bizlərə aid deyil. Yəni, ola bilsin ki, Allahın avliyalarından bir avliya üçün Allah təala onu edər, amma onu hiss eləməz. Həmin avliya onu hiss eləməz. Allah subhanahu teala onun üçün xeyir qoyar, ondan şəri uzaqlaşdırar və Allah'tan avliyalar üçün olan bir ikramdır, təkrimdir. Elhamdülillah alə fadlihi və ihsanihi ilə avliyayı.